Yadda saxlayın qardaşlar. Əgər Allahdan başqasını çağırmaq şirk deyilsə, onda yer üzündə şirk yoxdur. Vəssalam. Əgər bu şirk deyilsə. Allah subhanahu ve Teala öz kitabında açıq aydın deyir ki, Allahdan başqasını çağırmaq küfür və şirkdir. Açıq aydın deyir. Xəbəriniz var? Küfür və şirk deyir. Fikir verin ayələrə. وَالَّذ۪ينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِرٍ Allahdan başqa çağırdıqları onların xurma çəyirdəyinin pərdəsinə belə sahib deyirlər. Xurma çəyirdəyinin üstündə pərdə olur, ağ. Ona belə sahib deyirlər. Sonra görün nə deyir? İn təd'uhum la yesma'u du'aakum. Əgər onlara dua etsəz, onlar sizin dualarınızı eşitmirlər. وَلَوْ سَمِعُوا مَسْتَجَابُوا لَكُمْ Eşitsələr belə cavab verə bilmirlər. İndi fikir verin. وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ Qiyamət günü isə sizin şərik qoşmağınızı inkar edəcəklər. Nəyinizi? Şərik. Neynəmişdilər? Neynəmişdilər? Dua etmişdilər. Allahdan başqa çağırdıqlarınız, dua etdikləriniz. Sonra deyir ki, qiyamət günü şərik qoşduğunuzu, şirkinizi inkar edəcəklər. Deməli, sən demə, Allahdan başqasını çağırmaq nədir? Bunu Vahabilər demir, vallahi. Bunu necə deyirlər? Vahabilər deyirlər ki, Allahdan başqasını çağırmaq olmaz. Bu Vahabilər demir. Buna şirk Allah deyir. İndi qəribədir, indi tohiddən danışırsan, deyir Vahabilər deyir. O bir nəfər, o yadımdadır, soruşur ki, bəs qardaş, sizin din nədən ibarətdir? Nədir də sizin dinin əsası, əsli? Öyle dedim ki, bizim din valideynlərin qayğısına qalmaqdır. Əmr edir ki, valideynlərimizin qayğısına qalaq. Qohumların haqqını verək. Qonşularla yaxşı münasibətdə olaq. Bunu demişdim. Vallahi dedi ki, sən laf Vahabilər kim danışdın? Billahi. Qoymadı arxasını. Sən demə, valideyninin qayğısına qalanlar Vahabilərdir. Çox istəyənlər, qonşuların haqqını verənlər, qohumları yad edənlər. Subhanallahil azim. Gör, insanlar hansı dərəcədədir. Sən laf Vahabilər kim danışdın deyir. Görün nə dərəcədə cahil insanlar var. İndi deyəndə ki, Allahı çağır, deyir Vahabidir bu. Deyəndə ki, şirk, deyir Vahabilər deyirlər ki, şirk. Vahabi demir, Allah deyir. Düzdür? Fikir verin ikinci ayəyə. وَالَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ Allahdan başqa onların çağırdıqları, dua etdikləri, çağırdıqları, onlara heç bir şeylə cavab verə bilmirlər. İndi görün, Allah onların bu duasını nəyə bənzədir? İllə kəbasiti kəffeyhi iləl mə'i liyəbluğa fəhu. Ağzına su çatsın deyə iki ovcunu suya tərəf açanın misalına bənzəyir. Halbuki o ovcu ilə su götürüb içməyincə onun ağzına su çatmayacaq. Görün nəyə bənzətdi? Yəni, bir insan təsəvvür edin, dayanıb quyunun başında, su vadisidir. Dayanıb quyunun üzərində iki ovcunu belə açıb, gözləyir ki, su içsin. İçə bilər? Vallahi 100 ildə qalsa belə içə bilməz, faydalana bilməz. Ta düşüb, sudan götürüb içməyincə. Allah da gör nəyə bənzədir onların duasını. Deyir, onlara heç bir şeylə cavab verə bilmirlər. Sanki deyir, ağzına su satsın deyə iki ovcunu suya tərəf açanın misalına bənzəyir deyir. Yəni, gələ bilməz onlardan sənə heç nə. وَمَا هُوَ بِبَالِغِهِ İçə bilməzlər. Sonra görün nə deyir? وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ Kafirlərin duası, kimin duası? Müsəlmanların? Möminlərin? Kafirlərin, sən demə, Allahdan başqasını çağırmaq küfürdür. Vahabilər deyir, Allah deyir. وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا fi dalal. Kafirlərin duası deyir, zəlalətdən başqa bir şey deyil deyir. Allah küfür adlandırdı. Bax, buna görə olmaz. Fikir verin 3-cü ayəyə.
Qul innəmə əd'u Rabbi və la uşriku bihi əhədə. De ki, Allah Peyğəmbərinə deyir, de ki, mən yalnız Rəbbimi çağırıram və ona heç bir şeyi şərik qoşmuram. Yəni, başqasını çağırmaqla şərik qoşmuram. Deməli, başqasını çağırmaq şirkdir. Fikri verin 4-cü ayəyə. Yadda saxlayın. Allah subhanahu ve teala buyurur. فَاِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعُوا اللّٰهَ مُخْلَص۪ينَ لَهُ الدِّينَ. Elə ki onlar cəmiyə minəndə, cəmiyə, duanı yalnız xalis Allah üçün edirlər. Yalnız Allah'ı çağırırlar. Duanı. Yəni, ya Allah, cəmidədirlər, qorxurlar. Ya Allah, Allah'a dua edirlər. İndi fikir verin. فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ İzəhum yüşrikun. Elə ki onları quraqlığa çıxartdıq, onlar yenə şərik qoşurlar. Şərik. Nə edirlər? Yəni başqasını çağırırlar. Deməli başqasını çağırmaq şirkdir. Başa düşdünüz yəni? Mühümdür yəni. Cəmidə Allah'a çağırır. Ya Allah. Allah deyir ki quraqlığa çıxanda şərik qoşurlar. Nə edirlər şərik? Yəni başqasını çağırırlar. Cəmidə Allahı düşəndə başqasını. Deməli, başqasını çağırmaq nədir? Şirkdir. Aydın olduğu nəyə görə olmaz? Şirkdir ona görə. Bundan əlavə, qardaşlar, dua etmək ibadətdir, düzdür? Sən Allahdan başqasını çağırana isbat etsən ki, dua ibadətdir, bağlanır hər şey. Bağlanır söhbət. İbadəti Allah'tan başkasına sərf etmək şirk deyil. Allah'tan başkasına ibadət etmək olar. O deyəcək olmaz. Bir ağızdan deyəcəklər ki olmaz. İbadət Allah'a edilir. Və sən də indi ona ispat etməlisən ki dua da ibadətdir. Dua da ibadətdir. Kim deyə bilər aramızdan? Nədir dəlil ki dua ibadətdir? Fatihə? Yox. 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 Əhsən, bu bir ayədir. Fikir verin, maşallah. Sən ona ispat etməlisən ki, dua ibadətdir. Edəndən sonra ibadəti Allah'tan başqasına sərf etmək nədir? Şirk. Yəni Allah'a çağırmalısan, çağırmasan, başqasını Muhammed'i çağırsan, Peyğəmbərimizi şirk etmiş olursan. Baxın ayələrə necə Allah Taala duanı ibadət adlandırır. Yadda saxlayın. 1. Allah İbrahim aleyhisselam hakkında deyir. Ve a'tezilukum, İbrahim aleyhisselam deyir ki, ve a'tezilukum ve ma ted'un min dunillah. Mən sizi ve sizin Allah'tan başka çağırdıqlarınızı, bakın, dua etdiklərinizi tərk edirəm. Dua etdiklərinizi, bu yerini diqqətlə yata saxlayın. Dua etdiklərinizi tərk edirəm. Ve ad'u Rabbi, ve Rabbimi çağırıram, dua. Asa en la akuna bi duai Rabbi şaqiyya. Ola bilsin ki Rəbbimə dua etməklə bədbəxt olmayım. Dua. İndi fikir verin ikinci ayə. Fələmmə i'təzələhum və mə ya'budun min dunillah. Elə ki İbrahim onları və onların Allah'tan başqa ibadət etdiklərini tərk etdi. İbadət etdiklərini. Birincidə dua, ikincidə ibadət. Sən demə dua ibadətdir. Aydın oldu? Aydın oldu axı? Nə dedim? Aydın olmadı. Mühümdür vallahi. Birincidə dedi ki, mən sizi və sizin Allah'tan başqa dua etdiklərinizi tərk edirəm. İkincidə deyir ki, elə ki İbrahim onları və onların Allah'tan başqa ibadət etdiklərini tərk etdi, o dualarını ibadət adlandırdı. Dua ibadətdir. Bu bir. İkinci. Yadda saxlayın, diqqətlə qulaq asın. Allah subhanahu ve teala buyurur. وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ. Allah'tan başkalarını çağırandan daha zəlalətdə kim ola bilər? Azğın. Yəni Allah'tan başkasını çağıranlar kimi daha azğın kim ola bilər? Hansı ki onların çağırdıqları qiyamət gününə qədər onlara cavab verə bilmirlər. Bu ayədir. Aydındır? İndi fikir verin. وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ. Və onların dualarından qafildirlər, xəbərsizdilər. İndi fikir verin. وَإِذَا حُشِرَ النَّاسِ
insanlar bir yerə toplanacağı gün kanu lahum a'daan. O həmin çağırdıqları onlara düşmən kəsiləcək və kanu biibadətihim kafirin və onların ibadətini inkar edəcəklər. Nə başa düşdünüz? Yatırsınız, deyəsən. Onların ibadətini, o dua etmələrini ibadət adlandırdı. Yəni qiyamət günü onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Dualarını Allah ibadət adlandırdı. Dua ibadətdir. Aydındır? Həmçinin qardaşın dediyi ayə. Və qalə rabbukum ud'uni estecib lekum. Rəbbiniz dedi ki, mənə ibadət edin, mənə dua edin, mən sizin duanıza cavab verim. Sonra görün, innellezine yestekbiruna an ibadeti. O kəslər ki, mənə ibadət etməyi özlərinə sığışdırmır. Birincidə dua dedi, ikincidə ibadət duanı ibadət adlandırdı. Səyədxuluna cəhənnəmə daxilin, cəhənnəmə daxil olacaqlar. Dua ibadətdir. Dua ibadətdirsə, ibadəti Allahdan başqasına sərf etmək olar, olmaz. Olmaz. Deməli, ibadətdir yalnız Allaha. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Bunu deyirsən. Bundan əlavə, deyirsən ki, Allah subhanahu və teala başqalarını, özündən başqasını çağıranları zalim adlandırıb. Və la təd'u min dunillah mə la yenfə'ukə və la yedurruk. Allahdan başqasını çağırma. Nə sənə fayda verə bilən, nə də zərər verən birini çağırma. Fikir verin. Nəhy edir? Yəni qadağan edir, çağırma deyir. Fikir verin. Fə in fəaltə, əgər belə etsən, yəni çağırsan, fə innəkə minəz zalimin. Sən zalimlardansan. Allah Teala özündən başqalarını çağırmağı zalim adlandırır. Zalimdir deyir. Bundan əlavə, Allah Teala Quran-ı Kərimdə əmr edir ki, yalnız onu çağıraq. Xalis. Fəd'ullaha muxlisinə lehuddin. Xalis Allah'a dua edin. Bundan sonra subhanallah, nəyə ehtiyac var ki, başqasını çağırmaq? Bundan əlavə, görün nə deyir Allah? Əmmən yucibul muttarra izə də'ahu və yəkşifus su. Darda qalan kimsə yalvardığı zaman onun dualarına cavab verən və sizin üzərinizdən pisliyi, şərri sovuşduran kimdir? Kimdir? Subhanallah. Darda qalan kimsə. Məsələn, biri dənizin, okeanın ortasında batır. Batır. Yalvarır. Kim Allahdan başqa kim çıxarda bilər onu? Kim çıxarda bilər, subhanallah. Batır dənizin ortasında. Əl açıb yalvarır. Kim çata bilər dadına? Ona görə Allah Teala deyir ki, əmmən yucibul muttarra izə də'ahu. Darda qalan kimsə yalvardığı zaman, kimdir onun dualarına cavab verən? Allah. Lakin insanlar başqalarını çağırırlar. Digər ayədə Allah subhanahu və teala buyurur. Və izə səələkə ibadi anni fə inni qarib. Qullarım məni səndən soruşsalar, de ki, mən onlara yaxınam. Ucibu də'vətəd da'i izə də'an. Onların duasına cavab verirəm. Dua edənlərin duasına cavab verirəm. Nəyə lazımdır başqasını çağırmaq? Aydındır? Bax, buna görə də deyirik ki, nəinki İmam Hüseyni, nəinki Peyğəmbərimizi, digər imamları, Allahdan başqasını çağırmaq olmaz. Buna Quran dəlalət edir. Bu Vahabilərin əqidəsi deyil. Aydındır? Buna nusus, kitab, sünnə dəlalət edir. Allahu a'lam.